Səvuş müəllim, məktəblilər arasında xoşagəlməz bu hal bir məktəbli şagirdin məktəbə ustadan daxil olması və insanlara atəşə tutması. Belə hallar bəzən insanlara böyük bir siqnal verir. Biz bu siqnallardan, bu hadisədən valideynlər hansı dərsi çıxarmalıdırlar? Bu çox ağrıdıcı bir hadisədir. Deməli, Amerikada uzun müddətli araşdırma aparıblar. Vyetnam müharibəsində, İraq müharibəsində iştirak edən əsgərlərin müharibədən sonra beyinləri araşdırılıb, öyrənilib. Sonra, deməli, ailədə münaqişəli ailədə, sərt qoruyucu, nəzarətçi ailədə böyüyən, yəni təhqirə, tənqidə, mühakiməyə məruz qalan körpə övladlarımızın, uşaqların beyinlərini araşdırıblar və bir də son zamanlarda deməli daha çox erkən yaşdan və uzun müddət kompüter oyunlarına alıda olan, qorxulu kompüter oyunları oynayan uşaqlar, övladlarımızın beyinləri araşdırılıb. Görülüb ki, yəni bunların həm o münaqişəli ailələrdə böyüyən övladlarımızın, həm o kompüter oyunlarını daha çox izləyən övladlarımızın beyinləri ilə o müharibədə iştirak edən əsgərlərin beyinlərinin arasında çox yaxınlıq, çox oxşarlıq var. Deməli, 1966-cı ildə Amerikanın Texas ştatında belə bir faciəvi bir hadisə baş verib. Texas Universitetində Charles adlı bir tələbə, bu bütün yoldaşları tərəfindən də çox sevilən bir tələbə olub, müəllimlər tərəfindən sevilən də bir tələbə olub. Yəni, bir kampda deməli 32 tələbə yoldaşını güllələyib, 36 tələbə yoldaşını da yaralayıb. Sonra onun üzərində aparılan uzun müddətli araşdırmalar nəyi ortaya çıxardı? Birinci, bu çox sərt, qoruyucu, nəzarətçi bir ailədə böyüyüb Charles. İkincisi də hansısa səbəblərdən oyun oynamaq imkanı çox məhdudlaşdırılıb. Bu oyun oynamaq imkanları məhdudlaşdırılanda sərt, qoruyucu ailə mühitində böyüyən övladda nə baş verir? O erkən yaşdan üzə vurmalı olduğu enerji, agresiya, öfkə, qəzəb bastırılır. Övlad valideynlərinə qarşı bu qəzəbini, öfkəsini ifadə edə bilmir. Mütləşir və ancaq bunlar hamısı bastırılır şuur altında. İnanın ki, valideynləri xahiş edirəm bilsinlər. Kiçik yaş dövründə yaşanan heç bir his, duyğu itmir. Nə vaxtsa üzə çıxır. Hər bir davranışımızın arkasında bir his, bir duyğu vardır. Ya bu kiçik yaş dövründə bastırılırsa, bu mütləq yeniyetməlik və gənclik dövründə başqa bir aqressiv formada üzə çıxacaqdır. Ona görə valideynlərimiz həm erkən yaş dövründə övladlarına qarşı münasibətdə, həm də kompüter oyunları ilə bağlı övladların davranışına çox diqqət etməlidirlər.